Salam uşaqlar. Biz bugünkü dərsimizdə sizlərlə HTML-də listlər yaratmaq üçün bizə lazım olan list taglərini öyrənəcəyik. Bu taglər hansılardır? Ordered list, unordered list və description listlər. Bugün bunları öyrənəcəyik. Yəni bunların nə etmək olar? Sintaksləri necədir? Onlar haqqında danışacağıq. Visual Studio Code'a daxil olaraq HTML səhifəmizi yaradaq. İlk öncə öyrənəcəyimiz tag old. All ordered list sözünün qısaldılması, yəni baş hərflər də buradadır. Siz listlərin içərisində bir itemlar yararsınız həmişə. Yəni bu itemlar verəcəyiniz qiyməti daşıyır. Məsəl üçün lini yaradırıq. Yəni bunlar həmişə lin içərisində yazılacaq verəcəyiniz məlumat. Məsəl üçün burada nə olsun? Gəlin elə yazaq. HTML. Başqa bir lin yaradıram. İçinə yazıram CSS. Başqa bir lin də yaradaq. Yazaq, GS. Bunu bir dənə browser üzərində baxaq görünüşünə. Gördüyünüz kimi all yaratdım və içərisində yazdıqlarım HTML, CSS, JavaScript avtomatik olaraq birdən başlayaraq nömrələnərək düzülməyə başladı. İndi isə gəlin ul tagi yaradaq və ul tagi ilə all tag arasında fərqi görək. Ul unordered list deməkdir. Yəni unordered list. Gəlin siz bunun üçün kopyalayıb ataq. İçini kopyaladım, atdım bura, baxıram və gördüyünüz kimi, amma bu eyni itemları kopyalayıb onun içine atdım. Yalnız burada dəyişiklik oldu, yəni qarşısında nömrələmə getmədi, yəni unordered, sırasız düzüldü, yəni qarşısında sıra nömrəsi olmadılar. Tamam, bəs biz bu ulun qarşısında başqa nələr yaza bilərik, yəni nə üzərində sıralaya bilərik, gəlin onlardan danışaq. Həm olun, həm də ulun özünün bir type atributu var. Type atribut nə iş görür? Məsəl üçün siz bura A hərfi yazsaydınız, sizin avtomatik sıranız əlifba sırası nəzərən artacaqdır. A, B, S. Hətta bunu kiçik A belə yazsaz, yəni bu kiçik hərflərlə başlayıb yəni də artmaq edir. Default olaraq bu 1-dir. Yəni sizin bura girib 1 yazmağınıza ehtiyac yoxdur ki, ədədlər üzərində artsın. Yəni default olaraq özü həmişə 1 gəlir. Siz bura i də yaza bilərsiniz. Bu halda room rəqəmləri kimi artmağa başlayır. Hətta bunun kiçiylə də yazılma versiyası var. Əslində yəni bu çox da qədər də istifadə olunmur. Tamam, indi isə keçək daha sonra ul üzərindən type-ını dəyişməyə çalışaq. Burada bir yazaq default. Tamam. Göründüyü kimi ulun yəni qarşısında nöqtələr qeyd alınıb. Yəni bunlar disklərdir. Ulun yəni default olaraq üzərində bunlar gəlir lilərinin, itemlarının qabağında. Bundan başqa nə var? Circle, yəni çevrə, içi boşdur və çevrədilər. Bundan başqa kvadrat da var. Qarşısı yəni qarşısında kvadrat var və içləri doldur. Bəs yaxşı, bunun qarşısına nöqtələri götürmək olarmı və yaxud da ki, olun qarşısındakı bu sıra nöqtələrini götürmək olarmı? Gəlin isə onlar haqqında danışaq. Olursa da bu necə olunur? Ulun type-ına nan yazdıqda, yəni heç bir şey olmasın deməkdir, qarşısı boşalır. Yəni qarşısında istər disk olsun, istər kvadrat, çevrə, nan yazdıqda bundan hər biri götürülür və boşalır. Eyni şey ol üçün yazaq. Gördüyümüz kimi olda type-la işləmədi. Yəni type atributu içinə nan yazdıqda, yəni olun qarşısındakı olan sıra nömrə olduğu kimi qaldı. Niyə? Çünki type-la ancaq ul üzərindən işləyir. Yəni ol üzərində işləmir. Bunun açıqlaması nədir? Əgər siz onsuz da əgər bunu nan yazacaqsınızsa, yəni bir artan sıra olmayacaqsa, yəni bunu niyə ol da yazırsınız ki? Ul içində yazaraq belə istifadə olunur. Yəni, əgər onsuz da sıra artmayacaqsa, onun üzərində bir dəyişiklik eləməyəcəksə, rəqəmlə artmayacaqsa, əlifba sırası artmayacaqsa, ondan sonra ul üzərində yazıb artırın. Başqa bir dənə list tagimiz haqqında da danışaq. Bu isə description listlərdir. Nətə yazılır? Yazışları deyildi. Bunlar deyilin ol və uldan fərqi ondan ibarət ki, bunun artıq içində 1 yox, 2 item olur. Məsələn, ulla olda itemimiz li idi. Amma bunun içindəki itemlarımız artıq
2 dənədir. Biri DT-dir. Digəri isə DT. Bunlar nədir? DT terminlər və title kimi də yadda saxlaya bilərsiniz. Yəni başlıq hissə buradır. Burada isə içində açıqlama hissəsidir. Necə ki, belə yadda saxlayaq ki, məsəl üçün biz demişdik, xəbərin ümumi məlumatını paraqrafın içində yazırıq, amma onun başlığını head tag-in içində veririk ki, yəni head onun başlığı, amma ümumi məzmun nəsə bu p tag-in içində olur. Burada da həmçinin. Açıqlamanı burada yazırıq. Açıqlamanı burada yazırıq. Başlayın. Yalnız termin, yəni title, başlıq hissəni isə DT-in içində yazırıq. Məsəl üçün, gəlin bura yazaq ki, frontend. Burada yazaq ki, HTML. Browser üzərində yoxlasaq, frontend yazıldı, altında isə HTML. Hətta çox vaxt bu formada qurulanların qarşısından belə tredə qoyurlar ki, yəni belə səliqəli şəkildə görsənsin. Gəlin başqa birində quraq, yeni bir DT yaradaq, buraya yazaq ki, backend və bunun açıqlamasından yazaq ki, məsəl üçün olsun MVC. Göründüyü kimi, bunda qarşısını sizə tre qoyaq, bu da eyni formada yazılsın. Gördüyünüz kimi, yəni bu description listlərində oldan olan fərqi həm dizayn baxımından da fərq eləyir, yəni biraz daha səliqəlidirlər, həm də ki, içində dediyim kimi 2 dənə item olur. Yəni siz onsuz da bu list yaratmaq üçün istifadə olunan taglərdən, oldan, description listlərdən saytlarda çox az istifadə eləyərsiniz. Ən çox istifadə olunan taginin özüdür. Yəni ulla istifadə olunan listlər, o da ən çox bilgisayarda olur. Saytlarda həmişə yuxarı menyu hissədən olar ki, ən çox hallarda onunla yığılır. Yəni orada yuxarıda home yazılır, kontakt, about, servis hissəsi. Bunlar həmişə ullin içərisində yazılır. Tamam, indi isə uşaqlar gəlin uldan və oldan, həm də elə description listlərindən istifadə edərək, yəni budaqlana, yəni kateqoriyalı bir dənə list yığmağa çalışaq. İlk öncə başlayaq elə olun özündən. Tamam. List tagimizi yaratdıq. İçində itemlarımı da yaradıram. Məsəl üçün necə olsun? Yəni qitələrə görə yazaq. Qitələrin içində ölçüləri götürək və ölkələrin paytaxtlarını qeyd edək. Yazaq Avropa. Burada yazaq Asiya. Baxaq. Avropa və Asiya gəldi, bura düşdü. Mən indi istəyirəm ki, təzədən Avropanın içində yazım ki, bunun paytaxtını da burada qeyd edeyim. Yəni Avropanın içindən Avropanın içindən yəni yeni bir ölkə qeyd edeyim, sonra da ki onun paytaxtını qeyd edeyim. Məsələn, Avropanın içində Türkiyə yazaq elə. Tamam. Baxıram, amma yanına çıxır. Amma mən belə yəni dizayn cəhətdən yaxşı görsənmir. İstəyirəm ki, listimin daha doğrusu itemin içində yeni bir dənə list yaransın. Bu necə eləyirik? Qaytarım əvvəlki vəziyyətə. Burada da Avropanın içində yeni bir şey yaradacağam. Burada yeni bir list yaradacağız, yeni nəticədir. Yəni ki, listin içində yeni bir list yaradırsınız deyə, avtomatik siz burada təzədən yeni bir dənə ol açırsınız. Təzədən bu olun içində bir dənə li açıram. Böyəcə bura yazıram. Türkiyə. Eyni qayda aşağıdakına da eləyək. Yeni bir ol açıram. Bu olun içində li açıram. Və burada yazıram ki, Azərbaycan. Baxıram. Görün kimi istədiyim nəticə alındı. Yəni, Avropa içində listimin alt kateqoriyası olaraq hansı ölkə var? Türkiyə. Asiya alt kateqoriyası içində olan bir ölkə Azərbaycan. Gəlin də bunların paytaxtlarını da qeyd edək. Onu da ki, harda eləməliyəm. Bu əsas listlərimdir. Ən birinci. Bu onun içindəkilər, ölkələr və təzədən bir də ölkənin içində də yeni bir ol yazmalıyam. Təzədən bu olun içində bir dənə li yazmalıyam və burada qeyd eləməliyəm. Ankara. Gəlirəm bura, yeni ol yaradıram. Bu olun içərisində yeni bir li yaradıram və burada yazıram Bakı. Baxaq, Avropa, Asiya, Türkiyə, Azərbaycan, Ankara, Bakı. Yəni, burada bir yazılmaqların səbəbi, yəni həmin listin içində onsuz bir dənə element daxil eləmişik deyə, yəni ona görə belə düşür. Yəni, məsələn, burada Türkiyə bir dənə də, burada məsəl üçün gəlin yeni bir li də yaradaq, Avropanın başqa bir ölkəsini daxil eləyək. Məsəl üçün olsun Fransa. Baxıram, ölkə olaraq gəldi düşdü və nömrəsi artdı, 2 oldu.
Tamam. Bunun da içində gəlin yeni bir dənə ol yaradaq. Olmu yaradıram, limi yaradıram və burada yazıram Paris. Baxıram, Avropa kateqoriya olaraq içində hansı ölkələr var? Türkiyə, Fransa və o ölkələrin paytaxtları Ankara, Paris. Tamam, biz indi oldan istifadə edərək bir alt kateqoriya yığdıq. Avropa içində onun ölkələri və onların paytaxtları. Yəni görünüş olaraq da belədir. Bəs biz bunlar qarşısında, yəni burada dayanan sıra nömrəsindən artır. Bunları dəyişə bilərikmi? Bayaq haqqında danışdığımız type atributundan istifadə edərək. Məsəl üçün, ölkələri yazdığım olun içərisinə gələk. Bura. Type-ına yazaq. A hərfi ki, əlifba sırasından artsın. Gördüyünüz kimi, ölkələri yazdığım olun içərisi A, B. Yəni bu şəkildə artmağa davam elədi. İndi isə gəlin bunu ul vasitəsilə də yığaq. Görə eyni nəticədirmi, yoxsa yox. Olu silirəm. Ul yaradıram. İçində itemlarımızı yaradırıq. Birinci li. İçinə yazaq Avropa. Kopyalı başa qatıb içində dəyişirəm. Bu arada kopyalamaq uşaqlar sətrin qarşısında dayanıb Ctrl-C və aşağıda hansı sətr istəyirsə ora vurub Ctrl-V eləməkləndir. Tamam. Birinci liyimizin, itemimizin içində Avropa, ikincinin içində Asiyanı. Browserdə baxaq. Gördüyümüz kimi bura gəldi və qarşısındakı qara nöqtələr, disklər də yerindədir. İndi istəyirik ki, Avropanın ölkəsində ona məxsus olan ölkələri qeyd edək. Bayaq da oldu elədiyimiz kimi. Artıq liyin içində mən yeni bir list yaradıram. Yəni mən burada yeni bir liy yarada bilmərəm. Ya da Avropanın altdan Pramoy hər hansı bir Avropa ölkəsinin adını da yaza bilmərəm. Çünki burada mənə yeni bir list lazımdır və mən ul yaradıram. Yəni bayaq olduğu qaydada ulumun içində təzədən bir dənə liy yaradıram və indi həmin ölkənin adını buraya yazacağam. Məsələn yazaq Fransa. Aşağıdakı da eyni qaydada ulumuzu açaq. Təzədən bir dənə liyimizi də yaradaq. İçinə yazaq Azərbaycan. Görünüşə baxaq. Bəli, Avropa ölkəsi Fransa. Altda isə Asiya, yəni onun kateqoriyası olaraq bir Asiya ölkəsi Azərbaycan. İndi isə bunların paytaxtlarını da daxil eləyək. Yenidən liyimin içərisində, itemin içərisində yeni bir list yaradıram deyə yeni ul yaradıram. Bu ulun içərisində yeni bir liy yaradıram. Və burada Fransanın paytaxtını yazaq. Paris. Eyni şəkildə aşağıda Azərbaycanın içərisində yeni bir list yaradıram. Yeni bir liyimi yaradıram və burada yazaq Bakı. Tamam, gördüyümüz kimi nəticə etibarı ilə eyni şeyə oxşuyur dizayn olaraq. Amma burada tək fərq nədir? Bayaq gördüyünüz kimi onunla biz bunu yaradıqda avtomatik olaraq o default olaraq sıra nömrələrini artır deyə. Hamısının qabağında 1, 2, 1, 1, 2 bu şəkildə yazılmışdı. Amma ulun ondan fərqi nədir? Gördüyünüz kimi ilk başda diskdən başlayır. Sonra circle-a keçir, çevre olur, sonra isə kvadrat gəlir. Bax, burada dördüncü bir element olsa nə olacaqdır? Təzədən başa qayıdacaqdır. Ul unordered listi deyə, yəni belə sıralama getmir. Bu ilə başlayır, sonra çevrəyə keçir, sonra kvadrat, təzədən bir də ən başa qayıdacaqdır. Yəni listlərdən istifadə edərək, list təqlərimizin istifadə edərək list qurmaq qaydası da bu cürdür. Yenə deyirəm, siz onsuz da bunlardan saytlara çox az istifadə edəcəksiniz. Ən çox istifadə edəcəyiniz uldur. Ul da ən çox harda istifadə olunur desəz, saytların yuxarı hissələrində menyularda. Yəni başqa sayt daxilində o qədər çox istifadə olunmur. Bugünkü dərsimiz bu qədər. Biz növbəti dərsimizdə sizlərlə yəqin ki, div tag haqqında danışacağıq. Div tag nədir, nə üçün istifadə olunur? Bunlar haqqında danışacağıq. Bir də ki, image tagləri haqqında. Image, video fayllarının yerləşdirməsi, səs fayllarının yerləşdirməsi, şəkil fayllarının yerləşdirməsi bunlar haqqında danışacağıq.